Koktel 2011 sərgisində təmsil olunan Azərsel şirkəti iştirakçılara maraqlı müsabiqələr təşkil edib. Müsabiqədə qalib gələn sərgi iştirakçısı Avrovision 2012 mahnı müsabiqəsinə bilet əldə edir. Bu ilki sərgidə həmişə olduğu kimi Azərsel müxtəlif maraqlı yeniliklərlə çıxış edir. Bunlar arasında həm texnologiya yenilikləri, həm də sərgi seyircilərinin maraqlı vaxt keçirməsi üçün xüsusi əyləncəli stendlər var idi. Belə ki, seyircilər şəxsən yaxınlaşaraq monitorlar üzərindən 3 və 4G sürətlərini sınaya bilər, ən son texnologiyaya uyğun planşetlərin imkanı ilə tanış ola bilərlər. Azərselin böyük bir stendi bu ilin mayında Bakıda keçiriləcək və Azərselin baş sponsor olduğu Eurovision 2012 mahnı müsabiqəsinə həsr olunub. Belə ki, bu stenddə seyircilər böyük ekran vasitəsilə maraqlı virtual oyunlarda iştirak etməklə Eurovision müsabiqəsinə bilet qazana bilərlər. Bu 2 gün ərzində artıq 30 nəfər Azərseldən Eurovision bileti qazandılar. Yarışa gəldim, təsadüfən qazandım. Yarışda iştirak elədim burada sərgidə. Çox gözəl oynadı. Bir xanımla iştirak edirdi və bu bileti qazandım çox bal topladığıma görə. Mənim üçün bu çox gözlənilməz və çox böyük hədiyyə oldu. Bundan əlavə stenddə bir neçə gün ərzində seyircilər istedadlı estrada ulduzlarının canlı çıxışlarına qulaq asacaq. Sevinç İskəndərova, Vüqar Məmmədov, Space.